təkrar-ı vaqiə-i dəşt-i Kərbəla, məqbul-i xas-ı am o siğar-ı kübar-idir. Bu məclislər ki var, bu təkrar deyil əslində. Bunların təkrar olması, Kərbəla hadisəsinin təkrarı, məqbul-i xas-ı am o siğar-ı kübar-idir. Yəni, həm xüsusi insanlara, həm ümumi insanlar üçün onlar bu məclislərin müştaqındadırlar. Onlar üçün təkrar deyil. Təkrar edənlərə səbəb-i izz-i ehtişam, təhrir edənlərə şərəf-i ruzigarıdır. Hər kim bu məclisləri hər il təkrar keçirirsə, öz qədir qiymətini artırır və hər kim də bu məclislərdən yazır, onların şərəfini, böyüklüyünü artırır. Bu təkrar elə bir təkrardır ki, hər il yenilənir, hər il böyüyür, hər il hədəfi böyüyür İmam Hüseyn əleyhissalamın. İldən ilə hədəfinin necə ali olduğu insanların nəzərində daha da böyüyür. İnsan bəzi xoş hadisənin müasir dövrlə misal vursaq, onun bir video lenti olarsa, istəyir təkrar baxsın. Deyir, bir dənə dala qaytar lenti bir də baxaq. O hadisə ki, onun üçün şərəfdir, onun üçün izzətdir, onun üçün keçilməzdir, dəyəri var. İstər xoş hadisə olsun, istər qəmli hadisə olsun. O hadisədən bezməz onu izləməkdən, təkrar baxar. O hadisə onun üçün dəyərlidirsə, o hadisə onun üçün mənalıdırsa, fırla lenti bir də baxın, bir də izləyim. Kərbəla hadisəsi buna bənzəyir. Hər il insan istəyir ki, təkrar bu hadisəyə nəzər salsın, təkrar baxsın. Bu hadisədə çünki ali eşq var, ilahi eşq var. Bu eşq insanı özünə məftun eləyir, insan təkrar yaşamaq istəyir. İnsan bu səhnəyə təkrar acımaq istəyir. İnsan İmam Hüseynin məzlumiyyətini təkrar dərk eləmək istəyir. O hansı qəmdir ki, insan o qəmi özü istəyə. İnsan çalışır həyatı boyu qəmdən qurtulsun. Hətta öz əzizi belə dünyadan köçəndə çalışır başın qarışdırsın, onun qəmini unutsun. Amma yeganə qəm İmam Hüseyn qəmidir ki, insan bu qəmi özü istəyir. Çünki bu qəmdə ilahi bir eşq var, ilahi bir zövq var. Bu qəm kimləri özünə məftun eləməyib ki? İmam Hüseyn bir iş görüb, tək müsəlman yox, tək şiə yox, qeyri-müsəlmanlar belə İmam Hüseyndən yazıblar. Məsihi alimlərindəndir Antuan Bara. İmam Hüseyn haqqında kitab yazıb. Əl-Hüseyn fil fikril Məsihi. Hüseyn Məsihi aləmində, Hüseyn Məsihilərin, xristiyanların nəzərində adlı kitab yazıb. Bu kitabda bir cümlə qeyd eləyir İmam Hüseyn barəsində. Deyir, bu şəxs yeganə şəxsdir ki, yeganə şəxsiyyətdir ki, qəhrəmanlıqla təvazökarlığı bir araya gətirib. Qəhrəmanlıqda biz adətən sərtlik görürük. Amma deyir, Hüseyn yeganə şəxsdir ki, qəhrəmanlıqla təvazökarlığı bir araya gətirib, bir yerə cəm eləyib. İmam Rıza əleyhissalam buyurur, hər il Məhərrəm ayı başlayanda Kanə əbi izə dəxilə şəhru Muharrəm, elə ki Məhərrəm ayı daxil olardı, La kanə əbi izə dəxilə şəhru Muharrəm la yura zahikən və kanətil qabbə. Atamı gülən görməzdin. Elə ki Məhərrəmin biri daxil olardı, İmam Rıza əleyhissalam buyurur. Atası İmam Kazım əleyhissalamdır.
Buyurur, atamı gülən görməzdin. Qəm və kədərli halda görərdin. Ta 10 gün keçənə qədər. Fəizə kanə yevmul aşir, elə ki 10-cu gün çatardı. Kanə zəlikəl yevmul musibə. Bu gün çatan zaman atam üçün müsibət başlayardı. 10-cu gün onun müsibəti olardı. İmam Rıza əleyhissalam buyurur, atam Musa-i Kazım əleyhissalam Məhərrəm ayının əvvəlindən İmam Hüseyni yad eləyərdi bu ayda. Gülməzdi onun üzü. İbn-i Şəbibə nəsihətlərindəndir. İbn-i Şəbib fəalə mislil Hüseyn fəlyəbkil baqun. Ağlayanlar gərək Hüseyni ağlasınlar. Gərək Hüseyni ağlasın. Buyurur, hər kəsin birinə bağlılığı var. İmam Rıza əleyhissalam buyurur İbn-i Şəbibə. Ləv ənnə rəculən təvəllə həcərən. İmam buyurur, əgər bir kəs bir daşa belə bağlı ola, o daşla məhşur olar qiyamət günü. Bağlılığın nəyədir? Qiyamət günü onunla həşr edilərsən, onunla dirildilərsən, onunla tanınarsan. İnsanın dünyada mütləq nəyəsə bağlılığı var. Bir şəxsə bağlılığın yoxdur, pula bağlılığın var. Buna yoxdur, evə, maşına, vəzifəyə və s. və ilaxır. Nəyəsə, kiməsə insanın bağlılığı var. Nə ola insan Hüseyn kimi ali şəxsə bağlana, hüccətə bağlana. Elə bir şəxs ki, dünya və axirətdə innəl Hüseyn misbahul huda, Peyğəmbər əleyhissalam buyurur və səfinətün necə, hidayət çırağıdır və nicat gəmisidir. İnşallah hər il Məhərrəmdə Allahın inayəti ilə bir mövzu danışırıq. İnşallah bu ildə Allahın izni ilə mən sizlərə bir mövzu barəsində danışacağım. Amma müqəddimə olaraq istəyirəm ki, İmam Hüseyn əleyhissalamın xidmətinin, onun yolunda çəkilən zəhmətin dəyərin bilək, dəyərin dərk eləyək. Nə qədər alidir, nə qədər xüsusi nəzər var. Ad onun adıdır axı. Kimlər gəlmişdi Hüseyn məclisinə? Hamısı yazılır. Quran buyurur, sizin əməllərinizi yazan katiblər var, mələklər var, yazırlar onlar. Hüseyn məclisində olan siyahı tutulur, orada sənin də adın var. Hüseyn xidmətçilərinin siyahısı tutulur, orada sənin də adın var. Ona əzadarlıq edənlərin siyahısı tutulur, orada sənin də adın var. Ona göz yaşı axıdanların siyahısı tutulur, orada sənin də adın var. Kəş adımızı yazdıra bilək Hüseyn karvanına. İmam Hüseynin karvanı başladı. Hər il Məhərrəm daxil olanda bu karvan başlayır, yola çıxır. Bir nəfər İmam Hüseyn əleyhissalamın hərəmində işləyirdi, xidmətçi idi. Hərəmdə iş görəndə əli qalır daşın altında, qırılır, sınır. Gedir həkimə, həkim deyir ki, çox ağır zərər görmüsən. Bu əməliyyatın xərci bahadır. Gərək bunu əvvəlcədən biləsən. Bu şəxs deyir ki, mənim heç nəyim yoxdur. Deyir, onda get müdürüvü şikayət elə. Onun ki, iş yerisindəsən, zədələnmisən, əlini sındırmısan, get ondan şikayət elə, o sənə ödəsin sənə dəyən zərəri. Bu şəxs deyir ki, eləyə bilmərəm bunu. Nə deyirsən de, mən müdirimdən şikayət eləyə bilmərəm. Həkim soruşur, niyə axı? Nə səbəb var?
Deyir, çünki mən İmam Hüseynin hərəmində işləyirəm. İmam Hüseynin hərəminin xidmətçisiyəm. Mən orada əlimi sındırmışam. Mən Hüseyndən şikayət eləyə bilmərəm. Deyir, bunu deyəndə həkimi o da ağlayır. Həkim də ağlayır. Soruşur həkimdən, sən niyə ağlayırsan? Həkim deyir, mən bu gecə bir yuxu gördüm. Nurani bir seyyid yuxuma girdi. Mənə dedi, sabah sənin yanına bizim nökərlərimizdən biri gələcək. Onun nə cibində pulu var, nə kimsəsi var. Bizə xatir onu əməliyyat elə. Deyib, bu sözü həkim dedi, ondan ağlamağa başladı. Hüseyn belə ağadır, belə şəxsdir. Unutmur onun yolunda xidmət edənləri. Allah özü xüsusi vəd verib, hər kim Hüseyn yolunda bir zərrə bir fədakarlıq eləyə, zərrə bir zəhmət çəkə. Özü öz əcrin, Allah özü onun əcrin verəcək. Biz danışmışıq keçən məclislərdə İmam Hüseynin Allah yolunda fəda etməsi, özünü, hər şeyini nəyin bahasınadır? Allah istəyə onun əvəzini verə, nə verməlidir İmam Hüseyin əleyhissalama? İnşallah mövzu barəsində mən qısa anons verib, qısa xatırlatma verib söhbəti tamamlayıram. İmam Hüseyin əleyhissalam insanlığın ümumi meyarıdır. Bu daim mövzu olub, bu peyğəmbərlərin mövzusu olub, ilahi dinlərin mövzusu olub, səmavi kitabların mövzusu olub. Hüseyn meyardır, insaniyyət meyarıdır, ali insan nümunəsidir. Odur ki, bu məclislərin mahiyyəti əsasdır, mahiyyətin dərk eləmək əsasdır. Bu məclislər insanı ayıldır. Bu məclislər insanı yenidən qurur. Bu məclislərdə mariflər ötürülür, mənəviyyat köçürülür insana. Bu məclislərdə təhlillər edilir. Bu hadisələrdə nələr baş verdi? Bu hadisələrdə qəhrəmanlıq özünü göstərdi. Kəramət özünü göstərdi, səxavət özünü göstərdi. Bu hadisədə ali insan nümunəsi özünü göstərdi. Bu hadisədə həm də ən rəzil və səfil insan da özünü göstərdi. Bu hadisədə orta insan nümunəsində görürük. Hədəf nədir bəs? Hədəf nədir bu hadisədə? İmam Hüseyin əleyhissalamın hədəfi xalis insan təcəssümüdür. Yəni, xalis insanı bəşəriyyətə göstərmək. İstəyir ki, pak, qara nöqtə belə ləkəsi olmayan insan kimdir, necə olur, bəşəriyyətə göstərsin. İmam Hüseynin bu mübarizədə, bu hadisədə gücü nə idi? Hər bir mübarizə aparanın müəyyən bir silahı, müəyyən bir gücü olur. Əks tərəfə təzyiq üçün, onun üzərində qalibiyyət üçün. İmam Hüseynin bu mübarizədə hədəfi qılınc deyildi, silah deyildi. İmam Hüseynin bu hadisədə gücü xalis insanlıq idi. Xalis bəndəlik idi. İmam Hüseyin bundan güc aldı, bu mübarizəyə çıxdı. Bəziləri axıra qədər Hüseynlə idi, bəziləri yarıya qədər. Bəziləri gəlib döyüşdülər və yarıda getdilər. Belə də olub. Abdullah Məşriqi gəlir, İmam Hüseynlə bir yerdə olur. Bir qədər də döyüşür, sonra deyir, mənimki bura qədər. İcazə alır və çıxır gedir. Yarıda İmam Hüseyni tərk edir. İmam Hüseyin də onun üçün dua eləyir. Amma yarıda qoyur bu şəxs. Yarıda ayrılır. Bəziləri ümumiyyətlə gəlmədi. Bəziləri də düşmən mövqeyidə idi. İnsanın tərəqqisi və tənəzzülü bu hadisədə özün aşkaranə şəkildə təcəssüm etdirir, nümayiş etdirir. İnşallah Allah nəsib eləyər, mövzumuz bununla bağlıdır. Necə olur insan bir həddə gəlir, tərəqqi edə bilir
və bir həddə də gəlir tənəzzül edə bilir. Allah inayət eləsin inşallah bu məclisləri bizlərə. Növbəti günlərdə Allahın izni ilə bu mövzuları davam eləyək inşallah. Alə lənətullah aləl qavmiz zalimin və səlamu aleykum və rəhmətullah. Salavat Muhammed və ali Muhammed cəmalına.